Orada rezin çəkmə yoxdur. Nə? Qaloş. Qaloş var gətir. Belə, sakinlərin dediyi kimi gəldiyi əraziyə, ancaq deyilən ərazi Yeni Romanı Qarabağlılar küçəsidir. Deməli, çox hazırlıqsız şəkildə yaxalandıq, necə deyərlər. Əslində, sorğuya əsasən sakinlərin fikirlərini öyrənmək üçün bura gəlsək də, gördüyümüz bu mənzərə, bu problem artıq şikayətlərdən öncə öz məsələnin həllini bizə dedi. Bu mənzərə Yeni Ramana qəsəbəsi Qarabağlılar məhəlləsindəndir. Ünvanı bir daha xatırlatmaqda məqsədim isə qışda buradan yolu keçən, dostunu, qohumunu görməyə gələnlər mütləq mənada hazırlıqlı olsunlar. Yəni, bir əli dolu gəlsinlər. Yoxsa bizim kimi gölməçə başında qalacaqlar. Sakinlər deyirlər ki, vay o gündən ki, yağış yağa, gərək onda çölə çıxmayasan. Çünki nə evdən çölə çıxmaq, nə də ki, mənzil başına çatmaq müşkül məsələyə çevrilir. Hətta mümkünsüz olur. Yağış suyunun bir yerə toplanmasına səbəb isə kanalizasiya xəttinin olmamasıdır. Hər dəfə yağış yağanda, kış olanda yayda biraz azalır. Kış olanda bizim günümüz budur. Yollar sudur, kanalizasiyalar yoxdur. Gölü doldura gediblər. Çox çətindir getməyim. Su hər yan nə dərsə gedə bilər, nə bir şey. Müəllimlər də mənə söyləyirlər ki, bəs dərslərindən qalsan eləyirsən. Uşaqların oynaması qalsın bir kənara. Onların küçəyə çıxmasına da çətinlik yarandığını deyən sakinlər suların onların həyətləri, zirzəmilərindən də yan keçmədiyini bildirirlər. Biz də bunu öyrənib üz tutduq həmin sakinlərin həyətinə. Suların yan alıb bənd olduğu yerlər təkcə küçələrlə kifayətlənmir. Demək olar ki, burada yaşayan sakinlərin də ərazilərinə su yığılıb. Konkret desəklə burada sakinin yaşadığı evin öz dediyi kimi 5 kürsüdən ibarət olan bəndinin demək olar 2 daşı su altındadır. Bu vəziyyətlə bağlı. Evin sahibəsi Aynurə Məmmədova bildirir ki, 20 ilə yaxındır bu ərazidə yaşayır. Elə hər il qışda bu vəziyyətlə rastlaşır. Övladını isə hər gün bu yolla aparmaq məcburiyyətindədir. Məktəbə aparmışam, dünən direktor uşağımı qoymayıb məktəbə. Deyib ki, Nə səbəbi? ayaqları palçıq olub. Yoldaşım sapıqla aparıb uşağı məktəbə, uşaq da ki palçığın içində, direktor deyib ki, məktəbə girmə. Digər evin həyətində isə kanalizasiya suları yağış sularına qarışaraq evin 4 tərəfini mühasirəyə alıb. Kanalizasiya sularının bir yerə toplanması isə ətrafı ifunətə bürüyüb. Təmiz həyət daşan kimi daşır dağılır, evin arxasına can gedir. Bütün evi bax arxaları sudur. Və gör harasandır. Sakinlər qeyd edirlər ki, dəfələrlə qəsəbənin bələdiyyəsinə müraciət etsələr də heç bir qabaqlayıcı tədbir görülməyib. Biz də şikayətlə bağlı bələdiyyənin nümayəndəsi ilə əlaqə saxladıq. Əvvəlcə deyildi ki, məsələdən xəbərdardırlar. Ancaq onların bu məsələ ilə bağlı yaxından uzaqdan əlaqələri yoxdur. Daha sonra hadisə yerində olduğumuzu bildikdə təqribən 15 dəqiqədən sonra bələdiyyənin əməkdaşı sakinlərin görüşünə gəldi. Havaların belə intensiv yağışın yağmasının nəticəsində də belə hallar baş verir. Yəni ki, Azərsu Su Kanal İdarəsi kanalizasiya sisteminin qurulmasına eləyəcək. Bir də ki, yolların da asfaltlaşması, yolların da olmasına Azəravtoyol Agentliyi həll eləyəcək. Mən bir şey soruşum. Mütəmadi olaraq aidiyyəti orqanlara məlumat vermişik, məlumatlıdırlar və sakinlər də bilsinlər ki, bu iş öz həllini yaxın vaxtlarda tapacaq. Bələdiyyə əməkdaşının bizi istiqamətləndirdiyi qurumun nümayəndələri ilə əlaqə saxladıq. Azərsu Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, su infrastrukturunun kanalizasiya kollektorlarının bərpası dövlət investisiyaları hesabına büdcədən ayrılan vəsaitə uyğun olaraq mərhələlərlə icra olunur. Bakı ətrafı qəsəbələrin əksəriyyətində olduğu kimi həmin ərazidə də kanalizasiya infrastrukturu mövcud deyil və yeni yaşayış sahəsidir. İnsanlar orada əsasən şambolardan istifadə edirlər. Amma Abşeron yarımadası üzrə hazırlanmış baş plan və baş planın tullantı su bölməsinə uyğun olaraq gələcəkdə hər bir ərazidə tullantı su infrastrukturunun, kanalizasiya kollektorlarının və eləcə də Abşeron yarımadasında 11 ədəd çirkab su təmizləyici qurğunun tikintisi və yenidən qurulması layihələndirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, bu qəsəbənin də yollarının təmiri yerli icra strukturlarının siyasi əsasında investisiya proqramına daxil edilib. Son 3 il ərzində investisiya proqramlarına uyğun olaraq agentliyimiz tərəfindən Bakı şəhərinin 60 qəsəbəsi üzrə 600 kilometrdən çox küçə və yol, qəsəbədaxil küçə və yol təmir olunur. Təbii ki, bu ilki investisiya proqramında da söz gedən ərazi ilə bağlı təkliflər var və yaxın müddət ərzində həmin təkliflərin qəbul olunub icrası tərəfimizdən təmin olunacaqdır.
Biz də inanırıq ki, tez bir zamanda məsələ həllini tapacaq. Yeni Ramana qəsəbəsi Qarabağlar küçəsinin sakinləri, siz müraciət etdiniz, biz də işıqlandırdıq. Hər qış əziyyət çəkdiyimiz bu məsələ bələdiyyə nümayəndəsi Nəsib müəllimin də dediyi kimi qaynar şəkildə həllini tapar. Yağış sularına güzgü effekti verən hal isə diqqətimizdədir. Toğrul Quluzadə, Bağır Kərimov, ASTV xəbər.